Həzrəti Ümmülbənin əleyhissalamla Həzrəti Əmirəl-Möminin əleyhissalam ailə qurur. Hələ Həzrəti Zeynəb salamullahi əleyhə kiçikdir. İmam Hüseyin, İmam Həsən əleyhissalam kiçikdilər. Həzrəti Fatimə, yəni Ümmülbənin Həzrəti Əmirəl-Möminin əleyhissalamın evinə gəlin gəlir. Həzrəti Ümmülbənin əleyhissalam Həzrəti Əli əleyhissalamın evinə gəlin gələndə ilk öncə Həzrətin balalarını yığdı və Həzrəti Əmirəl-Möminin əleyhissalama buyurdu ki, ya Əmirəl-Möminin, mən sənin evvə xanımlıq eləməyə gəlməmişəm, mən gəlmişəm sənin balalarına qulluq eləyim, nökərlik eləyim. Baxın, bu xanım kimdir ki, hələ evlad dünyaya gətirməyib ki, öz evladına olan məhəbbəti, o biri məhəbbəti yaddan çıxarsın. Adı Fatimə idi. Tarix yazır, hər vaxt ki, Həzrəti Əmirəl-Möminin əleyhissalam Ümmülbənini çağıranda Fatimə, Həzrəti Zeynəb-i Kübra yerindən qalxardı ayağa. Bir gün Həzrəti Ümmülbənin gəldi Həzrəti Əmirəl-Möminin əleyhissalamın huzuruna. Dedi, ya Əmirəl-Möminin, səndən xahişim var. Mənə Fatimə demə. Sən Fatimə deyəndə Zeynəbin halı dəyişir. Anası Fatiməni yad edir. İstəmirəm həmin onun gözünü yaşlı görüm. Mənə bir söz deyil, deyilən uşaqların anası, oğlanların anası. Ümmülbənin, yəni oğul anası, oğulların anası belə. O vaxtdan Həzrəti Ümmülbənin buna görə deyildi. Amma bir evlad dünyaya gətirdi, nə bilim, Həzrəti Əbəlfəzl Abbas kimi bir şəxsiyyəti dünyaya gətirdi ki, dünyaya gətirəndə sevinə-sevinə gətirdi Həzrəti Əmirəl-Möminin əleyhissalama təqdim elədi. Həzrəti Əmirəl-Möminin əleyhissalama təqdim elədi, Həzrət aldı Həzrəti Əbəlfəzl Abbası qucağına. Əvvəl öpdü, ondan sonra qollarından öpdü və ağladı. Həzrəti Ümmülbənin soruşdu, ya Əmirəl-Möminin, bu ki bizim şad günümüzdür, niyə ağlayırsan? Dedi, bir məsələ var, ondan ötürü biraz narahatam, ondan ötürü ağlayıram. Hansı məsələdir? Həzrət dedi ki, mən bir məsələlərdən xəbərdaram ki, onun vaxtı gələndə deyəcəm. Bəzi yerlərdə var ki, Kərbəla hadisəsi barəsində bir balaca danışdı. Həzrəti Əmirəl-Möminin əleyhissalam hey Həzrəti Əbəlfəzl Abbasa bəzi şeyləri öyrədərdi. Ümmülbənin bəzi şeyləri öyrədərdi. Heç vaxt evlatların arasında ayrı seçkilik salmazdı. Ayrı seçkilik salmazdı. Və həmçinin də Həzrəti Əbəlfəzl Abbasa bunu təlqin eləmişdi ki, sənin dünyada ən yaxşı, ən gözəl, ən belə necə deyərlər, itaət elədiyin, yəni qulluğunda dayandığın insan sənin qardaşlarındır. Aton, Əlinin o evladlarıdır. Həzrəti Əbəlfəzl Abbas həmişə itaətkar idi. Bir evlad böyütmüşdü ki, tək bir dənə Həzrəti Əbəlfəzl deyildi ya, Kərbəlada şəhid olan. Kərbəlada şəhid olan 4 dənə Həzrəti Ümmülbəninin evladları var idi. Allah Allah, bir nəfər məhrəm buraza gəlmədi. Canamaz açdım, Əbəlfəzlim namaza gəlmədi. Hey Həzrəti Əbəlfəzl Abbasdan deyərdi, mənim 4 dənə oğlum var, amma o 3-ü Həzrəti Əbəlfəzlin ki, Ümmülbənidən olan qardaşlar, onların 3-ünü də qurban edirəm Həzrəti Əbəlfəzl Abbas. Və Həzrəti Əbəlfəzlin də qurban olsun İmam Hüseyin əleyhissalama. Həzrəti Ümmülbənin əleyhissalam bu cür bir ana idi. Bu cür bir ana evlad tərbiyələndirirdi. Baxırdı Həzrəti Əmirəl-Möminin əleyhissalamın Həzrəti Əbəlfəzl Abbasla olan rəftarına. Bir yerdə var ki, Həzrət bir dəfələri Həzrəti Əbəlfəzl Abbasa döyüş öyrədir. Bir qolun bağlamışdı, sol qolu ilə döyüşürdü. Həzrəti Ümmülbənin də baxır.
Sonra sol qolunda bağladı. Qılıncı verdi Həzrət Əbülfəzlin ağzına. Dişləri ilə tutmuşdu. Dedi hələ bir görək nə edə bilirsən. Ümmülbənin dedi ki, ya Əmirəl-Möminin, bu ki uşaqdır, bu cavandır. Ondan nə istəyirsən ki belə, ona nə öyrətmək istəyirsən? Sonra gəldi Həzrət Ümmülbəninə dedi ki, bəli, Kərbəlada belə bir hadisə baş verəcək. O cəmaati Kərbəlaya gedən karvanı Həzrət Ümmülbənin əleyhissalam yola salanda Mədinədən hey dolanırdı İmam Hüseyin əleyhissalamın başına. Hey Həzrət Əbülfəzlə bir oğrun baxırdı ki, deməsinlər ki, oğlu Əbülfəzl Abbasa çox məhəbbəti var, İmam Hüseyin əleyhissalamdan çoxdur məhəbbəti. Yola salırdı. Hey Həzrət Əbülfəzli gözləyirdi. Həzrət İmam Hüseyin əleyhissalamı gözləyirdi. Və Həzrət Əbülfəzl Abbasın da bir evladı var idi, Abdullah. Həzrət Ümmülbəninin yanındaydı. Həmişə deyərdi ki, nənə, atam gəlmədi. Bir bala gələcək, darıxma, səbirli, gələcək bala. Hətta təzə paltarlar almışdı. Abdullah'a giyindirmirdi. Yəni giyindirmək istəyirdi. Uşaq deyirdi ki, yox ana, gözləyə atam gələndə giyinəcək. Xudaya, an veririk Babıl Həvaicin ehtiramına. An veririk o Kərbəlada görsətdiyi, özü təşnə, adı Səqqa. Görün nə demək, su gətirəndən özü təşnədir. Özü susuzlu su gətirəndir. Adı su gətirəndir. Səqqadır, Saqidir adı. Görün, an veririk Həzrətə Əbülfəzl Abbasın o Əhl-i Beyt əleyhimussalama olan iradətinə, onlara olan məhəbbətinə götürdü, ovucuna suyu içə dedi, yox, qardaşımın balaları susuz olalar, mən burada su içeyim. Su içmədi. Məşki dişini aldı, gördü, yox. An veririk Həzrət Əbülfəzlin o vaxtına, nə qədər xəstələrimiz var, qoy bunu da deyim, Aşura axşamüstü idi, hava qaralana yaxın Həzrət Əbülfəzlin o deşilmiş məşqini gətirdilər xeymələrə. İçindəki su yox idi. Amma balaca qızlar bilirsiniz nə edirdilər. O məşqi çevirmişlər iç üzünə. Onun o şehli tərəfin köynəklərinin altından qoyardılar ürəklərini. Başındakı bəlkə susuzluqlarına bir təsir eləyər. Allah bizim bu xəstələrimizə bu gecə Ümmülbənin əli ilə, Babıl Həvaic əli ilə şəfa libası giyindir. İlahi Pərverdigar, hər kəsin nə hacəti, nə dərdi, nə müşkülü var. Allah sən çünki çətin döyür. Babıl Həvaic əli ilə rəva elə. Və sallallahu alə seyyidina Muhammedin və alihi tahirin.